sabahınız xeyir olsun. Biz bugün əsasən, yəni ən çox sevdiyim bir yerə gedirik, Qatara. Bilirsiniz ki, Şri Lanka qatarı çox məşhurdur. Hansı ki, çox gözəl mənzərədən keçir. Və təbii ki, mənim Şri Lankaya ən çox gəlmək səbəbim həmin o qatardan minməkdir. Amma qorxuram ki, çox adam olar və istədiyim kadrları alındıra bilmərəm. Amma buna ümid yenə də gedirəm. Aşırı çox adam var. Demək olar ki, hamı bugün qatara gedir. Lanka səyahətinin yəni ən maraqlı hissələrindən biri qatarda olan səyahəti. Sadəcə orada turistlərin sayı həddindən ziyadə çox olduğuna görə və qatar kifayət qədər təhlükəli olduğuna görə bunu nəzərə alıb qatara minib çəkilişlər eləyin. Az eləyəcəyik, amma 5 dəqiqə. 5 dəqiqə icazəmiz var. Elə Hindistan avtobusudur da. Az hara gedirsən? Elə bir də bu da düşürür. Bula və metroda. Bizim qatarımız səhər saat 10:50-dədir. Bu arada qatar üçün 3150 rupi ödəmişik. Yəni bu da 18 manat edir. Deməli qatar dayanıb stop eləyir və burada hal-hazırda rəqs edirlər. Kız oynasana. Pəri, sən axırda Hindistana aparmalıyım. Çox Hindistan deyə qalmışsan. Mən gələcəm axırda. Hindistana aparım sən, ay Pəri. Gedək biraz orada da fərəm olur. Bura vəziyyət necədir? Gördüyümüz ən gözəl şeylərdən biri olan. Hə, doğrudan heç köprü zat da qəşəngdir. Bax burdan çəksən. Bu şəkillər də burada adam yox idi. Bir dənə də çəkəlim. Narahat olmayın, rahat çəksinlər. Səhər saat 6-dır və biz safarini gözləyirik ki, daxil olaq Yala Parka. Çünki saat 6-da açılır. Deməli, o qədər gözəl hava var. Hələ günə baxın. Bu qədər maşın gözləyir. Hələ arkada da nə qədər maşın var. Arkada özünü öldürən bir nəfər də var. Biz gedirik safariyə. Al. Burada bizim biletlərimizi yoxlayırlar. Bu arada biletlər 12.000 rupidir. Hay. Nə mehribandılar. Uşaqlar önce. Ne olur? Allah'ım, ben günlərlə yola çıxdım. Ayda, alacan da gələcəm. Atoz qışı sənin. Dostlar, bəlkə də Şri Lankada mənə ən ləzzət eləyən şey qatarda bir də safari. İndi aşacaq. Bizimki də yılın şeyi. Al, bunlar mən istəmirəm belə. Allah səsini Mən də Şri Lanka'ya. Ay Allah.
burada yəqin. Nə var? Aa, ilan. İnan deyirəm, şeyin ortasında mesela. Nədir var? Hanı? Что это? Aa, ilk dəfə də ceyran görürəm. Az mən görmürəm amma. Ayda su, uşaqlar. Əyilin. Ayağım yaxşı düşür. Ayda iyə bax. Ana, yazıq da heyecanlandırmayın, yetişdirmeyin. Mənim niyə heç nə vecimə deyil? Wow. Mən profesional deyə görsün də sürürlər. Və budur. Kafeye gedim. Ayda, öyle, ayda bütün palçıq oldu. Ayda, o gedib gərək pavarot eləyərdi də. Bu nətər olacaq indi bu iş? Ayda. Biraz o tərəfə gedin, palçıq olmayın. Hayır, keçdi. Dostlar, Yala Parka gəlmişdik ki, bu 7-8 dənə fil bir arada görək, amma çəmənliyin otluğun içində bir dənə fil gördük. Gün düşür. İndi bütün maşınlar dayandı ki, orada bir dənə fil var, ona baxsınlar. Baxmayın, biz de onları gözlədik. Bir bunlar görmürlər. Görməmişik də. Gör də. Vala qalasına qalxmağa gəlmişik və biz burada tuk-tuk götürəcəyik, çünki 5 kilometr yolumuz var və 5 kilometr yolu təbii ki tuk-tukla getməli olacaq və sonra isə qalxırıq ta zirvələrə və oradan isə bütün Şirlanka ayağımızın altında olacaq. Təbii ki dumanlı olacaq hava, amma buna rağmen ümid edirik ki mənzərəni görərik və burada bayraqlar var. Və o Hindistan bayrağıdır, yanındakı Şirlankadır, o birisi də Rusiyanın bayrağı. Bunlar ise tuttuklarımızdı. Gedirik onları götürmek. Vloggerimiz ilk başında. Dua. Deməli, burada əgər siz yəni Abulvalaya gəlsəniz, burada dumanlıdır üzdü mənzərə. Amma baxın belə bir fotosesiya eləmək mümkündür. 3500 rupidir, yəni Şirlanka rupisi. Bu da təxminən 20 manat eləyir. Amma şəkil çəkdirmək istəsəz fotografiyada 2000 rupidir. Dronla da var 4000 rupi. Belə. Paltar da verirlər.
Baxın. Yuxarısı belədir. Burada isə alış-veriş etmək mümkündür. Hindistan iyisi gəlir buradan. Yəqin ki, bahalı yerdir. Hələ birinci mərtəbədəyik, amma ölürük. Neçə mərtəbə olduğunu demədi, hə? Dayı bizdən qoçaqdır. Baxın, belə qalxılır. Hələ ki, 7-ci mərtəbədəyik. Hələ qalxmalıyıq. Здесь в любую сторону, мне кажется, хороший вид. Vau! Çok sağ ol. Burada ilan var, həm deməli anakonda var. Anakonda da o birisi, həm də kobra var. Baxın, kobranı belə. Gəlin. Və gedirik çay plantasiyalarına. Bura Kaindinin mərkəzidir. Ümumiyyətlə Şri Lankanın ərazisi elə bir gün çox böyük, amma az imiş. Cəmi 21 milyon əhalisi var. Ümumiyyətlə Şri Lanka bilirsiniz nə deməkdir? Yəni xeyir, dua deməkdir Şri Lanka. Deməli, çay plantasiyasına gəlmişik. Burada həm çay yığa bilərik, həm də çay ala bilərik. Əslində mən Hindistanda, Kerala əyalətində yəni çay plantasiyasında olmuşdum. Amma Şri Lankada da maraqlıdır ki, görək necə olacaq. Buranın mənzərəsi də qəşəngdir, baxın. Here. Burada bizi belə geyindirmək istəyirlər. Ay qız, bu saridir, nə razrez? Kaç neyse? Görüm mənə kömək eləyəcəklər. Ay bacı, bu elə bil ki, prostinyalar, ucuz fason qadam. Sarımı da geymişəm, tam hazıram. Deməli, belə səbətlər verirlər. Yox, sənə çəkmirəm. Mən də sizdən götürərəm. İşləklərini taxılmışlar, ya bax. Sen üstünü sana vura bakalım. Usur, mən usur geyinəcəm. Yazaq da. Nə taxılsın da Bura nə əcəbsə pulsuzdur çay plantasiyası. Amma burada xalalar gəlirlər, adamdan pul istəyirlər. Və mən 500 rupiyi həmin xanımlara ödədim. Amma buranın mənzərəsi çox qəşəngdir. Çaylar qoyurlar və çayların testerləri də var. Misal üçün çayı belə qoyurlar və bir də belə balaca bir stəkan. Yəni bu çayı tökürsünüz bura və daha sonra dadına baxırsınız, bəyənsəniz alırsınız. Bir ümid gəlmişik bu mağazaya, bəlkə burada ucuz nəsə taparıq. Gəl baxaq qiymətlərə. Hə, burada qəşəng şeylər var, çaylar da var. Misal üçün nəyə baxaq? Bu neçə idi? 800. Bahadır ki 800 rupiya. 5 manat. 5 manatdır. Amma o bir marketdə bundan ucuz idi. Hə, amma qəşəngdir o, düz deyirsən.
kaşloklara baxın. Buradakılar daha ucuzdur, 680 rupidir. Bir də bu fillərdir. Ancaq fildir bunlarda. Fillər. Filin deyilənə görə düşər-düşməməzi var, ona görə fil almıyor. Artıq Yalanı tərk edirik və gedirik Sheraton otelə. Sheraton otel hansı şəhərdədir? Sheraton Koskoda. Koskoda ərazisinə gedirik. Orada qəşəng 5 ulduzlu otelimizdə dincəlib okeanın ləzzətini çıxarmağa. Nə gözəldir. Buludlara baxın necə gözəldir. Niyə getməyək? Bura isə mənim otağımdır. Çox qəşəngdir bura. Çox bəyəndim. Və hava isə yağışlıdır. Baxın necə yağış yağır. Baxın görün buranı aça bilsəm, açacağım. Ha, qaçırlar. Wow. Burası hamam, vanna otağıdır. Jacuzzisi var. Rafta neler var? Ah, film var şükür. Əsas budur. Daha sonra ütü belə var. Mənim üçün ən önəmli şeylərdən biri ütün olmağıdır və hamam xalatı da var. Təbii ki, hamam xalatı da var. Hətta tərəzi belə var. Tərəzini də göstərim. İndiski yeməklərdir. Hələ ki indiski yeməklərdir. String poppers. Gəlin sizə dadlı chicken sosis. Bunlarda ümumiyyətlə toyuq sosiskaları dəbdədir. Yəni daha çox toyuq sosiskaları yeyirlər. Aha, nəhayət ki yumurta. Belə bir yumurta. Yumurtaları nə qəşəng qoyublar. Nəsə belə noxud yeməyi də sevirlər. Hə, belə noxud. Bunları çəkmirəm. Sabahınız xeyir olsun. Bugün Kendidə, otelimizdə səhər yeməyinə oyanmışıq və burada ortam böyle. Burada istədiyiniz üçün yumurtanı hazırlaya bilərsiniz. Mən hələ ki bunu götürmüşəm ancaq. Deməli, səhər yeməyinə bunları seçdim.
Və pankekim olmazsa olmaz mango soku və burada bir dənə də süt seçdim, amma şokoladlı və burada meyvələr. Meyvələrdən də bu ananası bilirəm. Bu deyəsən dragon meyvəsi, dragon fruit. Amma bunu bilmirəm. Bu da yeşillik, yaşıllıq seçdim. Yaşıllıq yeyəcəm. Dostlar, Sheraton otelin bir xüsusiyyətini sevdim ki, burada həm okean var, həm hovuz var. Yəni həm okeana keçid eləyə bilərsiniz, həm də okean. Və mojitomu içirəm. Mojito isə təxminən 1200 rupi idi. Yəni hardasa 4 manat, yəni bizdən ucuzdur. Belə lejanka götürdük. Lejankanın 1 saati 500 rupidir. Amma full day götürsəz 1500 rupi. 1500 rupi isə təxminən 6 manat. Hər birinizi Şri-Lankada sonuncu gündən salamlayıram. Təəssüflər olsun ki, 7 günlük macəra sona yetir və bugün artıq aeroporta doğru yola düşəcəyik və Kolombo şəhərinə gedəcəyik birinci. Shopping eləyəcəyik, ondan sonra isə yəqin ki, artıq aeroporta yola düşəcəyik. Mən çox sevdim Şri-Lankanı. Yəqin ki, çox saylı suallar da gələcək. Əgər bu vloqun altında çoxlu suallar olarsa, ayrıca olaraq yəni Şri-Lankaya aid olan bütün sualları cavablandıracağam. Ümumiyyətlə onu deyim ki, Şri-Lankalılar çox mehribandır, çox şirindilər, çox qonaqpərvərdirlər. Yəni otellərin hər birində çox gözəl, yüksək səviyyədə servis təşkil olunmuşdur. Bu Sheraton otel ümumiyyətlə daha çox pasiv istirahət sevənlər üçündür və qeyd edim ki, burada daha çox ruslardır, yəni ruslardır, Ukraynkalardır, nə bilim Moldovadır, Slovakiya, Sloveniya, daha çox Polşa, daha çox bu ölkələrdən qonaqlar var idi. Yəni belə ailəvi oteldə, əgər siz ailəvi dincəlmək üçün yer axtarırsınızsa, sakit, daha çox dincəlmək, o zaman Sheraton Marriott oteli seçə bilərsiniz. Amma yox, siz əgər əyləncəli yer, əyləncəli ərazi axtarırsınızsa, o zaman Mirissa ərazisini seçə bilərsiniz. Və deyim ki, burada bir qəribə bir şey var ki, Şri-Lanka otellərində. Çox maraqlıdır ki, yəni diş pastasıdır, diş şotkasıdır, yəni bunları vermirlər. Bunlar əlavə ödənişləndir. Amma təbii ki, digər şampundur, saç bayzamıdır və s. bunlar qiymətə daxildir. Bir də bu oteldə çox maraqlı idi ki, şkafların hər birində 2 dənə şkaf var idi və hər birində də xristianlığa aid kitablar var idi. Əslində mən bildiyim qədərilə Şri-Lankalılar daha çox buddizm dininə sitayiş edirlər, amma nəcəfsə belə kitablar da var idi. Biz isə artıq yola düşürük. İnşallah sonuncu gün, yəni Kolombodan da çəkilişlər edəcəm sizə üçün. Biz gedirik, amma getmək istəmirik. Bu bizim 7 günlük maşınımızdır. Otelin ərazisi. Bizim sürücülərimiz də buradadır. Çox mehriban, şirin adamlardır. You should say something. Your name is Simon? My name is Simon Mariwal. Who you are manager? I'm the director of food and beverage. Ah, wow. And this is Tisa, our front office manager. Thank you for everything. pleasure. Everything was very great. Hope you all had good time here. Yes, very happy. And we don't want to live here. We But should stay here forever. forever how? We should back to our country. Maraqlı rəngli binalar var. Kolomboya gedilən yoldur bura. Deməli, bələdçimiz deyir ki, hansı ki yerdə bu statülər var, heykəllər, pələngə, şirə oxşayan heykəllər. Deyir, bunlara qəti surətdə toxunmaq olmaz da, yəni toxunsan elə bir ki, təhqir eləyirsən. Qalxaq yuxarı. Onun içində nə var ki, vaxtımız olsaydı gedərdik. Lotus. Park Butta. Park название Вихар Махадеви. Butta bar. Это наши королева.
которые была в втором веке до нашей эры. Именно его название сегодня. А парк открыли англичане 1846. Hə, məncə də bahalı yerdir. Belə bir yerə gəlmişik, hədiyyəli bir şeylər almağa. Туристы пришли бариста попить парк. Nə qədər bələdçimizə demişik bizi ucuz yerlərə gətir, amma yenə də bizi bahalı yerlərə gətirir. Gedək qiymətləri öyrənək. Can you help to open? Мол, мы едем потом. Mola sonra gedəcəyik, mola sonra. Ay, daha nə şirindir bu? Bu nədir belə? Bunun qiymətinə baxaq. 2300 rupidir. Maqnitlərə baxaq. Misal üçün gəlin Şirlankanın bayrağına baxaq neçədir. 500 rupidir bu, hardasa 2-3 manat. Məncə ucuzdur, amma taxtadandır materialı. Şirlanka. Burada belələri də var. Məncə bunlar daha qəşəngdir taxtadan. 3 manatdır da hardasa. 3 manat. Belə kiçik ölçünü ala bilərəm məncə. Daha sonra belə maqnitlər də var, biraz belə böyük ölçülü. Bu da 650 rupidir. Bu da Şirlankanın emblemidir, bilirsiniz. Bu da 600 rupidir. Hani belə, burada çoxdur çeşidlər. Hansını istəsək ala bilərik. Hətta beləsi də var. 6000 də bu bahalıdır. 30 manat satdı. 480 rupi. Burada belə kosmetik şeylər də satılır. Misal üçün, bu nədir? Yağdır bu. Sinnamon tərkibli yağdır. Qiyməti 9300 rupidir. Oha yəni. Çox baha. Nəysə, bunlara baxmayın. Bunlar çox bahalıdır. Aha, burada baxın belə çaylar var. Yəni bu çayları alıb hədiyyə eləmək olar. Hər dəfə fərqli-fərqli dəmləyib içmək olar. 1950 rupidir. Yəni təxminən 12 manatdır bu. Bir də belə var, hədiyyəli. Bunun da qiyməti 3000 rupidir. Hardasa altını bürüçə 18 manat. Məncə bu daha qəşəngdir. Çox qəşəngdir. Görün bu neçədir? Bu yəqin ki baha olar. 5600 rupidir. 32-33 manatdır belə. Bu nədir belə? Buna baxın. Məsələn, bahalı yerə gəlmişik. Amma son günümüzdə başqa vaxtımız yoxdur, ona görə məcbur buradan alacağıq. Sonra burada paltarlar da satırlar. Yəni, istədiyiniz kimi paltarlar da ala bilərik. Xuddalara baxın. Ay Allah, tuktuklar. Burada çanta, kaşlok, nə bilim, şarf, hər şey var. Məsəl üçün, bunlara baxın. Çanta xoşlamıram mən. Əvvəllər fili xoşlayırdım, sonra dedilər filin düşər-düşməzi var. Aha, mən ən çox belə bloknotlar istəyərdim alım. Bu Şirlanka bloknotu misal üçün. سنبدأ داخلي بإعادة إجراء السلامة وبالتالي نطلب منكم الانتباه بينما نقدم لكم معلومات هامة عن موعد السلامة.